Salam, xəbərin brendi günün trendi efirdədir. Bugün milli qəhrəman Mikayıl Cəbrayılovun şəhid olmasından 35 il ötür. Mikayıl Cəbrayılov 1952-ci il 20 apreldə Şəki rayonunun Oxud kəndində anadan olub. O, erməni döyüşçülərlə ölüm-dirim savaşında çiynindən gülə yarası almasına baxmayaraq təslim olmur, son anadək vuruşaraq 1990-cı il 15 dekabrda döyüş yoldaşlarını və bir qrup kənd sakinini xilas edərkən qəhrəmancasına şəhid olur. Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub. Gəncə şəhər baş polis idarəsinin Dövlət Yol Polis şöbəsinin keçirdiyi tədbirlə toy karvanında avtoxuliqanlıq edən 2 Chevrolet və 1 Assamant markalı avtomobillərin sürücüləri saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə hər 3 sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub. Balakən rayonu Qazbina kənd sakini isə işığın və qazın olmamasından şikayətçidir. Onun sözlərinə görə qaz və işıq tez-tez kəsilir. Qaynar xəttimizə göndərilən videoda deyilir. Mənim düz 2 aydır qardaş işığım yoxdur. Ya qazım var, ya işığım. 3 dənə də az yaşlı uşaq. Mən düz 2 aydır işıqsız, qazsız otururam. Bakıda toy karvanında zəncirvari qəza olub. Nərimanov rayonunda baş verən qəzada 6 avtomobil toqquşub. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 13-ü və 14-ü polis əməkdaşları paytaxtda, Respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança aşkar ediblər. Bununla yanaşı 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron da polislər tərəfindən aşkar edilərək götürülüb. Qarabağın çalışdırıcısı Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib. Komanda AS saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Qarabağın baş məşqçisi Qurban Qurbanov Qarabağ Ayaks oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb. Görüş Qarabağ Araz Naxçıvan oyunundan sonra olub. Azərbaycanda bərpa olunan enerji mənbələrinin dinamik inkişafı üçün Azərenerji tərəfindən geniş miqyaslı batareya enerji saxlan sistemlərinin yaradılması prosesi sürətli şəkildə davam edir. Bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük batareya saxlan sistemləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kilovatlıq Abşeron, eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kilovatlıq Ağdaş yarımstansiyalarının ərazilərində qurulur. Çinin Great Power zavodunda sifariş əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Ege dənizini keçərək Türkiyənin gəmilik limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcistan üzərindən Azərbaycana gətirilib.
Hər birinin çəkisi 36 ton olan batareya saxlan sistemləri polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlan sistemlərinin 15%-i ölkəyə gətirilib və qalan 85%-i isə aprel ayına qədər gətirilərək quraşdırılacaq. Qeyd edək ki, Azərenerji tərəfindən batareya saxlanış mərkəzlərinin yaradılması, enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, boyemlərdə dəyişikliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və yazı hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimdə etibarlı fəaliyyətini təmin edəcək. Azərenerji Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Energetika Nazirliyinin Söndür və Qazan kampaniyasına dəstək verib. Hesab edirəm ki, qənaət sözünün özü, mənası qazanc deməkdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Söndür və Qazan təşəbbüsü məhz buna xidmət edir və çox təqdirə layiqdir. Azərenerji Səhmdar Cəmiyyəti olaraq elektrik enerjisinin istehsalı, ötürülməsi, idarə olunması, həyata keçirən bir qurum kimi bütün müasir texnologiyaların tətbiqi, müasir avadanlıqların tətbiqi, rejimlərin düzgün idarə olunması və əsasən də qənaət rejimində işləmək bizə imkan vermişdir ki, təkcə bu il hər bir kilowatt saat elektrik enerjisi istehsalında şərti yanacağa 40 qrama qədər qənaət edək. Bu da ümumilikdə 700 milyon kub qaza qənaət deməkdir. Atmosferə atılacaq 2 milyon ton karbon emissiyasının azaldılması deməkdir. Bu elə bizim qənaət rejimində işləməyimiz, rejimi düzgün baxmağımız elə qazanc deməkdir. Bir daha mən Energetika Nazirliyinin Söndür və Qazan təşəbbüsünü alqışlayıram və buna biz dəstək veririk. Dövlət Təhlükəsizlik Xidməti bu ilin oktyabrında Balakən rayon icra hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan icra başçısı İslam Rızayevlə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat istintaq tədbirləri zamanı Balakən rayon icra hakimiyyətinin başçısı olmuş Rızayev İslam Vahidoğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş küllü miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranmışdır. Müəyyən olunmuşdur ki, İslam Rızayev Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və az təminatlı şəxslərə rayon ərazisində təmir, tikinti və abadlıq quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almışdır. Faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə İslam Rızayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 küllü miqdarda mənimsəmə və 311.3.2 təkrar rüşvət alma maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.
Salyanda zəncirvari qəza olub. Hadisə gecə saatlarında Ələt-Astara magistralının rayonun Çıxanlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Opel və Mercedes markalı avtomobillər qarşıda gedən tırla toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri 37 yaşlı Vahid Məhərrəmov, 35 yaşlı Vüsalə Kamilova, 42 yaşlı Mərrahim Qafarov və 46 yaşlı Məmmədağa Sultanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Bunlar da alıp gedə danışır. Ha, o dövə maşından da Bakıda öz-özünə hərəkət edən avtomobil işıqforu yararsız vəziyyətə salıb. Hadisə bugün səhər saatlarında paytaxtın Xətai rayonu Gəncə prospekti ilə 8 noyabr prospektinin kəsişməsində baş verib. Cəza çəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməkdaşları tərəfindən aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində 11 saylı cəza çəkmə müəssisəsinə məhkumla qısa müddətli görüşə gəlmiş həyat yoldaşının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasında gizlədilmiş bir ədəd Samsung markalı mobil telefon aparatı aşkar olunaraq müəssisəyə keçirilməsinin qarşısı alınıb. Bakıda tır dənizə düşmək təhlükəsi ilə üzləşib. Biləcərdə yaşayış evinin bünövrəsi çöküb. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.